Avtomobil Sial 05 B7 hansı yağ gedir? Yenə də bu sualları mənə verirlər. Mənə usta dedi 0.20 yağ töküm, mənə flankes dedi 0.20 yağ töküm. Baxın əzizlərim, servisə daxil oluruq. Burada overhaulda user manual var. User manuala daxil oluruq. Belə bir şey açılır da sizdə, amma internetə qoşulma olmalıdır mütləq. İnternetə daxil olanda user manualda düşürsünüz ən aşağı. Bax, ən aşağı düşəndən sonra belə olacaq. Bunu açırsınız, açdınız, elə bax birincidə. Çox məlumat var burada. Həqiqətən də çox hədsiz, maraqlı məlumatlar var. Gəlib çıxırıq mühərrik hissəsinə, mühərrikin yağ tələbinə. Yağ tələbinə gəlib çıxandan sonra, aha, bax burada 0.16 özürlüklü SP yağdan və 4 litr burada deməli yağ filtri dəyişirsə, dəyişmirsə 3 litr 800, yağ filtri dəyişirsə 4 litr yağ tələb olunur. Çox məlumat var, həqiqətən də maraqlı. Sadəcə olaraq dedim bunu paylaşım. Xahiş edirəm, daha başqa suallar verməyin. Yəni avtomobilin tələbi budur.